yenə də Azərbaycan gözəllik bölgəsinə gedirik sizlər üçün yenə çəkim eləməyə. İzləmədə qalın, videonu bəyənin, takip atın ki, bu tərz videolarımız daha çox olsun. Sənədəm, hardayam, kiminləyəm, həyat mənim, özüm bilərəm, ürəkdir bu, lap istəsəm, yeni birini sevə bilərəm. Sənədəm, hardayam, kiminləyəm, mən bilərəm. Gələk ayılmayaydı, güzələm, görüşmüşdük. İzləyicilər, gəldik gəzə hava Qubaya. Quba Bakıdan 168 kilometr uzaqlıqda, Böyük Qafqazın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə Qudyalçay sahilində yerləşir. Qubanın əsasını 1726-cı ildə Hüseyn Əli xan qoyubdur və o zaman Quba xanlığı adlandırılıbdır. Deməli, Quba rayonunda 7 qəsəbə, 149 kənd vardı. Onu da qeyd edeyim ki, Quba rayonunda ən çox yaşayışı olan şəhərin özü, Qonaqkənd, 1-ci Nügədi və 2-ci Nügədi kəndləridir ki, ən çox yaşayışı olan məhz həmin ərazilərdə həmin kəndlərdir. Quba ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Onu da qeyd edeyim ki, Quba rayonunda 134 arxeoloji abidələr mövcuddur və onu da qeyd edeyim ki, Quba rayonunun ərazisi dünyanın 27 ölkəsindən daha böyük sayılır və daha böyükdür. Gedək bir yerdə Qubanı gəzək, görək. Hə, sənə gül gətirdim. Baxın, mənim balaq, soğuk sənə qurban olaram, nə gözəldir. Sən gözəlsən. Sən də qəşəksən. Hə, çay içməyə afisant işini çatdıra bilmir. Ona görə mən də əlimə əski almışam. Təmizlik eləyirsən. Çox sağ olun, bunu istəyirəm ki, Sağ olun. təmiz oturaq, üst başımız toz olmasın. Təşəkkürlər. Qaytən möhtəşəm yumurta çörəkləri və şirniyyatlarımız var. Rahat keçirməz. Bunları keçək, Gülay. Bunlar ev şirniyyatları da hamısı bizə yaxın doğma olan insan evdə pişirdirib gətirib. Çənlibel gölü Qubanın 2-ci Nügədi kəndində yerləşir. Çənlibel gölü rayon mərkəzindən 14 kilometr uzaqlıqda yerləşir. Sakinlərin dediklərinə görə Çənlibel gölü ötən əsrin 50-ci illərində sahələrini suvarmaq məqsədindən yaradılıbdır, salınıbdır. Gölün dərinliyi 10-15 metrdir. Piknik zonalarda var, oranı çəkəsiz zəhmət olmasa. Biz qiymətlərini öyrəndik. Piknik zonasında əyləşib istirahət etmək üçün 30 manat, 30, 40, 50 manatdan başlayır. Adam sayına görə dəyişə bilir. Minimum 30 manat, maksimum isə 50 manat civarındadır. Bunun üçün bilirəm ki, yolunuz Çənlibel gölünə düşərsə və qayıqlardan istifadə etmək istəyərsinizsə, pedallı 4 nəfər 20 manat təşkil edir, 20 dəqiqəsi, elektrikli 5 nəfər 30 manat. 35 manat. 35 hətta. 35 manat təşkil edir. Gedək gəzək. Nə qədər çıxdı bunlar? 5 manat 40 qəpik. Deməli, Yaxşıdır. Bakı eyni qiymətdə demək olar. 8 manat 40 qəpik hələ ki indiyənədək xərcləmişik. Gedək. Bilin ki, bu məsafənin hamısını qət etməlisiniz. Aytən qalxa bilsən? Əla. Özüdür ki varsa. Keçişli yollardan keçərək gəldik, çatdıq Qaçaq Mayılın bu mağarasına. Qaçaq Mayıl Azərbaycan şimal bölgəsində qaçaq hərəkatının lideri olubdur. Ailəli olub, 5 övladı olub. Deyilənə görə bu mağarada Qaçaq Mayıl öz dəstələrinlə məskən salıb, öz dəstəsindən məskən salıb və ermənilərin Şamaxıdan Qubaya hücuma keçərkən məhz bu mağarada Qaçaq Mayıl həmin hücumun qarşısını alaraq ermənilərə çoxlu sayda itki verməyə məcbur eləyibdir və ermənilər geri çəkilibdir. Qaçaq Mayılın fotosudur bu. Qaçaq Mayıl 1924-cü ildə vəfat edibdir. Qaçaq Mayılın mağarasına Rusiyadan gələn turistlərdir. Onları da başa saldı. Onlara da izah elədik ki, Qaçaq Mayıl məhz bu mağarada fəaliyyəti nə olubdur? Bax, deyirəm ki, ay mama, zarafat, nə az, nə çox, rəsmi yox da, yəni belə tanıdığım
14 ildir tanıyıram Aytun. Rəsmili, qeyri-rəsmili qarışıq. Gəldik, çıxdıq, gəzə. Mənə elə gəlir buranı hər kəs tanıyır. Çünki Qubaya gələn hər kəs bu istiqamətə gəlir, qəçmişdəyik. Fərzəliyə Məhbubə Həmidağa qızı. Məhbubə xanım, xoş oldu. Məhbubə xanım, Bəli, buyurun. gün ərzində nə qədər sifarişin olur? Neçə dənə sata bilirsiniz? Şənbə bazar günü bir 200 dənə, 220 dənə satırıq. Maşallah. Ara günlər görürük 40 dənə, 50 dənə, 60 dənə, baxır da günə. Həftə sonu daha dolu olur da Həftə onda. sonu Daha çox insanlar. Növbədə. Yaxları yüngülləri zümzümə elədim. Bir onu da mən zümzümə elədim. Hansını? Qubanın ağ alması. Qubanın ağ alması, abalam yeməyə var alması. Ay Maşallah, var bol olasın, olsun. səs və qüvvət. Sonra deyirlər ki, hə, De. yarım gələnə qalıb dedi, yaramın sağalması. Yarım da gələn yerdə deyil, torpaqdadır. Allah rəhmət eləsin. Neyniyim, Allah qaytarıb. rəhmət eləsin. Məhbubə xanım, Quba rayonunun kəndlərinin hansısa bir milli bayramlarımızda özünə xas adət, ənənələri var ki, ta neçə əsrlərdən bu yana indiyə kimi daşınıb, gəlib çıxıb həmin o adət ənənələr. Bizə su değməyən paltar geyinərik. Bayramlarda Təzə su değməyən paltar geyinərik. Birinci bayramda geyinirik. Alınmış, təzə Təzə, yuyulmamış. yuyulmamış, su değməmiş paltar geyinərik ki, səliqə sahmanlı olsun. Ev işiyi təmizləyərik, qəşəng, süfrə çarıq ki, gələnlər axır xoş olsun. Ən gözə çarpan mən eşitməmişdim hələ o adət ənənəni. Suya dəyilməmiş. Məhbubə xanımda eşitdim ki, suya dəyilməmiş, geyinməmiş paltarla birinci bayramı bayramda geyinərik. geyinərsin. Hə. İlk dəfə də onu eşidirəm. Quba paxlavası var. Mən eşitmişəm. Hə. Quba paxlavası var. Hansı bayramlarda sırf özəl olub pişirilir? Yəni sırf Novruzdan Yəni belə deyəsin, ancaq Orucluq bayramında. Orucluq Ən bayramında. çox orucluq bayramında. Novruz bayramından çox orucluq bayramı. Hə, orucluq bayramında ən çox. Ona görə ki, o bizim ən gözəl dini bayramımızdır. Qurban bayramına, orucluq bayramı. Ona görə də biz onun məsəl deyim, hörmətin daha üstün tuturuq. O Daha biri gözəl bayramlardan qarşılayırıq daha o çox bayramı. qarşılıq. Əlinizə, əməyinizə sağlıq olsun xoşbəxt inşallah. eləsin. Çox sağ olun. Belə bəxtəvər olasınız. sağ olun. Mənim də 2 balam var, sizinlə bir yerdə Allah bax. saxlasın. saxlasın. Allah ömür Qutablarımız gəlib, Qubaya gəlib qutab yeməyəsən. Göy qutabı da var, qarın qutabımız da var, ət qutabımız da var. Aytənin ən sevdiyi rayona gəlib, oradan başdan bura gəlib hamda yumurta sifariş verir. Valla Bakıdakının dadını vermir. Bu da Zeydin yeməyi. Gəl mənim balam, sənin də sifarişin gəldi. Zeyd tutab yemir, hamda yumurta yemir. Bir nəfərə götürəndə bir kos hamda yumurta 4 manat, bir dənə suyu hesablasaq, su elə 7 manat, çörək 9 manat, Zeyd ilə 7 manatda o elədir 16 manat, bir dənə ət tutabı. Ət tutabımız neçəyədir? 2 manat. 18 manat, deməli göy tutabı bir dənə yedim, 1 manat 50 qəpik, o da elədir 19.50, bir dənə də qarın tutabı yedim, o da 2.50 eləyəndə 22 manat. Biz 3 nəfər uşağına. 3 nəfər, 2 biz, bir uşağın nahar qidalanması 22 manat 50 qəpikdir. Məncə burada 2 nəfər üçün Yaxşıdır. əla qiymətdir. Hal-hazırda biz gəlmişik Qızıldəhnə kəndində Mountain Priz adlanan istirahət və əyləncə mərkəzi var. Həqiqətən də çəkib sizə göstərəcəyi çox möhtəşəm mənzərəyə sahibdir. Çox gözəl, yəni gözəldir. mükəmməl. Gözəl dekorasyonlu, gözəl tikilib, kotecləri də var, qalmaq üçün restoranları da var, oturub qidalanmaq üçün. Kanat yerləncək 10 manatdır. 10 manatdır, 10 manatın içində dəqiqə ilə deyirlər. Bir dəfə sürətli buraxdılar dayanana kimi. Kanatın isə bir dəfə Gedib qayıtmağı isə 20 manatdır. Amma ümumilikdə Quba rayonuna gəlsək, 100% Qırğız kəndə gəlib bu məkanı görməlisiniz. Yarpız ver də bir dənə mənə. Bir dənə yarpız Yarpız al. ver də bir dənə. Yarpız nəyə xeyirdir? Mənə gəl onun xeyri var. Yarpızın xeyri nəyədir? Nəyə bilərik? Çayla dəmləyici xüsusi dad verir çaya, yoxsa nəsə belə acılı çaya çevirir?
Nanəli, hə, qəşəngdir onda. Adın nədir gözəl sənin? Vüsalə, nə qəşəng adın var. Nə qəşəng adın var sənin Vüsalə? Hələ. Çox sağ ol. Sağ ol. Yorulmayasan. Baxın. Gəzintimizi yekunlaşdırmaq üzrəyik. Evdəkilərin kör olur, lal olur, iş görmür. Qayıdan- Ələ ayağı açılır. Görürsən də, Ama yapmadı, o kadar şeye kalkmışım. o qədər şeyə qalxdın. Aldın. Məkan adı nə idi? Babək. Hə, Babəkən. İnşallah da buradan da çıxıb birbaşa evimizə doğru hərəkət edəcəyik. Birlikdə bizim Qubaya yol xərci daxil, nəhar daxil yolda çay filan 5 məkan, yəni videolarımızı əvvəllərində də görmüşsünüz xərclərimizi. Ümumilikdə 63 manat vəsait sərf olundu. 63 manat. Hər şey daxil. Hər şey daxil 63 manatımız sərf olundu. Gələn səfər hansı bölgəmizdə çəkiliş etməyimizi istəyirsinizsə, rəy bölməsinə həmin rayonumuzun adını qeyd edə bilərsiniz. Hələlik izlədiyiniz üçün təşəkkürlər.